Feilin təsriflənməyən forması. Feilin təsriflənməyən forması o deməkdir ki, feil şəxsə və kəmiyyətə görə dəyişmir. Şəxsə görə dəyişmək nədir? Məsələn, mübtədə birinci şəxsdirsə, xəbər birinci şəxsin şəkilçisini qəbul edir. İkinci şəxsdirsə, xəbər ikinci şəxsin şəkilçisini qəbul edir. Amma bunlarda belə bir hal yoxdur. Ümumiyyətcə uzlaşmır. Kəmiyyətə görə dəyişmək nədir? Məsələn, əgər mübtədə cəm şəkilçisindədirsə, xəbər də cəm şəklində olmalıdır. Yəni, larlər şəkilçisinə görə dəyişməkdir. Amma dediyimiz kimi, təsriflənməyən feillərdə bunlara da rast gələ bilmirik. Təsriflənməyən feilin təsriflənəndən fərqli xüsusiyyəti nədir? Bu feillər ikili xüsusiyyət daşıyırlar. Yəni, iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyırlar. Məsələn, məstər. Təsriflənməyən feilimizin biri məstərdir. Məstər həm ismin xüsusiyyətini daşıyır, həm feilin xüsusiyyətini daşıyır. Yəni, yerinə görə ismin də sualına cavab verir, feilin də. Daha çox ismin sualına cavab verir, amma biz onun məzmununda hərəkət görəcəyik. Məsələn, deyirəm ki, oxumaq gözəldir. Sual veririk, nə gözəldir? Oxumaq. İsmin sualını verdik. Amma oxumağın özü bir hərəkətdir. Çıxartsaq bu cümlədən oxumaq nə etmək? Bu feildir. Sadəcə cümlə daxilində o şey ismin xüsusiyyətini daşıyır. Yəni məstər həm ismin xüsusiyyətini daşıyır, həm feilin xüsusiyyətini daşıyır. İsmin xüsusiyyətini daşıyanda nələrini götürə bilər? Bir ismin mənsubiyyə şəkilçisini götürə bilər. Və bunu da yaddan çıxartmayaq ki, məstərin şəkilçisi maqmək şəkilçisidir. Bəzi hallarda mamə olur. Həmin bu mamə elə mənsubiyyətdə olur. Söz mənsubiyyətə görə dəyişəndə bu zaman məstərin həmin bu maqdakı q hərfi düşür. Məsələn, deyirəm ki, oxuması gözəldir. Bu əslində maqdır. Buradakı s, yəni ı mənsubiyyətdir. Bilirik ki, mənsubiyyətin həmişə bitişdirici s olur. Bu bitişdirici samitdir. Oxuması. Biz necə fərqləndirək ki, bu mamə inkar şəkilçisidir, yoxsa məstərdir? Yenidən bu sözü inkara salın. Bir sözdə iki inkar şəkilçisi işlədə bilmərik. Məsələn, deyirəm ki, onun oxumaması. Biz bilirik ki, inkar şəkilçisi həmişə birinci gələn şəkilçidir. O birinci gələn inkar şəkilçisidir. Deməli, bu nə imiş? Maqmək imiş. Sadəcə oxumaqsı biraz məna dəyişir. Məna, necə deyim, mənasız olur deyə biz artıq avtomatik olaraq bilirik ki, bu nədir? Yəni, q hərfini işlətmək mənanı pozacaqdır. Bu hissəni də qeyd edək mütləq. Daha sonra ikinci xüsusiyyəti hallanmaqdır. Bəli, məstər şəkilçisi qəbul etmiş sözlər ismin hallarında hallana bilir. Məsələn, oxumağın, oxumağa, oxumağı və s. bu formada deyə bilərik. Və üçüncüsü qoşma ilə işlənə bilər. Gələcək dərslərdə deyəcəyik, qoşmalarla da işlənə bilər. Bu məstərdə əsas püf nöqtələrdən biri ondan ibarətdir ki, məstər ismin cəmlənmə xüsusiyyətini götürmür, qəbul eləmir. Yəni, isim kimi cəmlənə bilmir. Məsələn, oxumaqlar, gəlməklər, yeməklər və s. Yeməklər burada yemək feili deyil. Məsələn, deyirəm ki, yemək, yemək, yemək yemək. Bu əslində ismdir. Yemək ismi nə? Yemək. Amma yemək artıq oradakı hərəkət feildir. Bu cəhətdən isim olanda cəmlənir. Amma yemək feil olanda əlbəttə ki, cəmlənə bilmir. Testdə də bu cür suallar qarşınıza çıxacaq. Elə ona da toxunun. Məsələn, verəcək əmək sözü, yemək sözü, kömək sözü. Deyəcək ki, 5-6 variant bunun içərisindən məstər tapın. Diqqət edək, ködən kömək yaranmır, kömək sadədir. Burada sözümüzün kökü əməkdir. Yəni, bunlardan söz yaranmır. Əgər feil mənasında olsa yemək amma normalda yemək bunlar sadədir. Burada məstərdən çox fərqləndirəcəyiniz suallardan biri olacaqdır. Yəni, cəm şəkilçisi qəbul etmir. İkinci özəlliyi də ondan ibarətdir ki, həmin bu məstər təyin kimi işlənə bilmir. Amma bir nüans var. Nə zaman işlənir? Həmin bu məstər əgər kimi, təki qoşmalarla işlənəndə cümlədə təyin olur. Bu çox vacib məqam deyil. Sadəcə olaraq bilmək lazımdır ki, cümlədə məsələn tutalım ki, deyirik ki, hansısa bir məstəri təyin götürmək istəyirsiniz. Deyirsiniz ki, hansısa təyin olmur, bunu başqa cümlə üzvü götürüm. Elə bir şey olmur. Təyin necə nə cür suala cavab verir? Məsələn, deyirəm ki, kimidir, təkidir, bir də tək qoşmalarla işlənəndə təyin ola bilir istisna hallarda. Məsələn, deyirəm ki, mənim universitetə qəbul olmaq kimi, hamısını yazmıram,
qəbul olmaq kimi arzum var. Həmin bu qəbul olmaq kimi əslində nədir? Təyindir, təyin işarəsidir bu. Yəni başqa digər nitq hissəsi olmur. Belə məsdərdə artıq o qədər fərqli bir şey yoxdur. Yəni sualda veriləcək ki, məsdərin özünə aid olmayan vəzifəsi, yəni sintaktik vəzifə cümlə üzvü deməkdir. Özünə aid olmayan xüsusiyyəti bax budur, təyin olmağıdır. Yəni təyin olmaq bunun xüsusiyyəti deyil, sadəcə bunlarla işlənəndə ola bilir. Öz xüsusiyyəti olmadığı üçün də elə deyirik. Daha sonra ikinci gəlir bizim feili sifətimiz. Feili sifətdə iki xüsusiyyət daşıyır. Elə adından məlumdur, feilin və sifətin xüsusiyyətini daşıyır. Bir məqamı qeyd eləmədim. İsmə aid xüsusiyyətləri yazdıq, feilə aid xüsusiyyətləri var. Feilə aid xüsusiyyətlər bütün hamısında demək olar ki, eynidir. Ümumiyyətcə təsriflənməyən feillərdən danışsaq, təsriflənən feillərdə, təsriflənməyən feillərin də ortaq cəhəti nədir desək, hər ikisi qrammatik məna növlərində olur. Yəni məlum, məhcul, qadiş növdə həm təsriflənən də işlənir, təsriflənməyən də işlənir. Həm təsriflənən, həm də təsriflənməyən təsdiqdə və inkarda ola bilir. Bunu əsas məqam kimi yadda saxlaya bilərik. Elə bunların da feilə aid olan xüsusiyyəti eynidir. Hərəkət bildirmək, təsdiq inkarda olmaq, qrammatik məna növündə işlənmək və ən əsaslarından biri özlərindən gələn sözləri özlərinə birləşdirərək tərkib yaradırlar. Məsələn, deyirəm ki, oxumaq bu təkcənə bir cümlə üzvü olur. Bunun haqqında cümlə üzvlərində geniş danışacaq. Sadəcə toxunuram. Təkcənə bu adi məsdərdir. Amma əgər bunun məsələn yanına kitab oxumaq deyirəmsə, əgər bu kitab həqiqətən oxumağa aid bir sözdürsə, artıq biz bunu birlikdə götürürük. Bax buna deyirlər məsdər tərkibi. Feili sifətdə də elədir, feili bağlamada da elədir. Yanlarında bir söz varsa, onlara aiddirsə, bunu necə fərqləndirəcək və s. Bunu gələcək dərslərimizdə danışacağıq. Ondan ötürü ayrıca mövzumuz var. Sadəcə toxunum. Yəni feilə aid xüsusiyyətlər nədir? Qısa yazıram, təsdiq inkarda olmaqdır, qrammatik məna növlərində olmaqdır və dediyim kimi tərkib yarada bilməkdir. Hər biri üçün eyni olan xüsusiyyətdir. Gəldik feili sifətə. Feili sifət də həm sifətin, həm də feilin xüsusiyyətlərini daşıyır. Sifətə aid xüsusiyyətlər nədir? Necə, nə cür sualına cavab verməkdir? Yəni sifətin suallarına cavab verir, amma yenə də məzmununda hərəkət anlayışı olur. Daha sonra məsələn deyirəm ki, ağlayan uşaq, deyirsən ki, hansı uşaq? Ağlayan uşaq. Amma çıxartsan ağlayan feildir, ağlamaq feildir. Ona görə yenə də sifətin sualına cavab verə bilir. Sonra burada əsas sifətə aid xüsusiyyəti odur ki, feili sifətin cümlədə təyin olmaqdır. Bilirik ki, təyinin sualları necə nə cürdür, elə sifətin sualları necə nə cürdür. Ona görə də cümlədə təyin olmaq onun əsas vəzifələrindən biridir. Bu hissəyə əsasən toxunacağıq biz gələcək dərslərdə, amma belə deyim də, biz ismi xəbər keçəcəyik, feili xəbər keçəcəyik. İsmi xəbər, yəni adlarla ifadə olunur. Feildən başqa bütün nitq hissələri ismi xəbər götürürük, xəbər vəzifəsində işlənəndə. Sadəcə istisna olaraq məsdər və feili sifəti də biz ismi xəbər olaraq götürəcəyik. Yəni feilə aid olsa da biz onlara ismi xəbər deyəcəyik, feili xəbər deməyəcəyik. Yəni bu nüanslardan biri də odur ki, yəni feili sifətin sifətə aid xüsusiyyətlərindən biri odur. Bunu nəyə görə feil götürmürük? Çünki sifətə aid xüsusiyyəti var axı. Məsdər də onun kimi ismə aid xüsusiyyəti var axı. Dedik, ismi xəbərlər nə olur? Feildən başqa digər nitq hissələri, isim, sifət də ora daxil. Ona görə bunları biz ismi xəbər olaraq da götürəcəyik. Gələcək dərslərdə bizə lazım olacaq. Yenə də aydınlaşdırmaq istədim və bilirik ki, sifət isimləşə bilir, isim sifətləşə bilir. Yəni sifət, feili sifət cümlədə isimləşə bilər. Bəs bu necə fərqləndirək? Məsələn, deyirəm ki, yatmışları oyatmayın. Birinci bunların şəkilçilərindən danışaq, ondan sonra bura aydınlıq gətirəcəm, yadımda qalsın. Feili sifətin şəkilçiləri 5-6 şəkilçisi var. Əsas məsələ bu şəkilçiləri fərqləndirmək olacaq. Onları indi izah edəcəm. Birinci şəkilçisi an, ən şəkilçisidir. Feili sifətin ən ana şəkilçilərindən biridir, yəni əsas şəkilçilərindən biridir və bunların məzmununa fikir vermək lazımdır. Bunlarda indiki zaman məzmunu var. İndiki zaman deyil, zaman məzmunu var. Eləcə bunu yazıram, məzmunu var. Yəni testlərdə düşür ki, məsələn, indiki zaman məzmunu feili sifət işlənmişdir. Bir qolu da bunun feili olduğuna görə zaman məzmunu olmağı təbii ki, normaldır. Sonra ikinci şəkilçimiz mış və dığım
Belə yadda saxlayaq. Mış keçmiş zaman olduğuna görə həm də deyək ki, mış da yanına bir dığım şəkilçisini əlavə eləyir. İkisi bir yerdə keçmiş zaman məzmunu daşıyır. Keçmiş zaman və yerdə qalanlar da gələcək zaman məzmunu daşıyacaq. Bunlar da hansılardır? Məsələn, gələcək sözü acaqla qutarır. Acaq, əcək. Belə yadda saxlayaq. Ası və malı. Aha, burada bir nüans bizim diqqətimizi çəkəcək. Gələcək, yazaq, zaman, məzmunu. Bu məzmunları əzbərləmək lazımdır. Belə yadda saxlayaq da, bu mışla bitir, bu mışla başlayır, bu mı ilə bitir. Hə, bunlar keçmiş zamandadır. An indikidir, yerdə qalanda gələcək zamandadır. Aha, acaq, ası, malı və mış. Bu şəkilçiləri biz əvvəldə görmüşük. Mış və eyni zamanda acaq şəkilçisi. Mış da zaman şəkilçisidir. Bu da zaman şəkilçisidir. Və eyni zamanda feili sifətin şəkilçisidir. Bəs biz bunu necə fərqləndirik? Ən asan versiyası feili sifət sözündə sifət var deyə. Əgər bu mış və acaq nə vaxtsa, necə, nə cür sualına cavab verəcəksə, biz buna deyəcəyik ki, bu feili sifətdir. Məsələn, burada yatmışları oyatmayan. Yatmış necə? Yatmış. Görürsünüz, avtomatik olaraq necə sualına cavab verir. Amma əgər yox, elə feilin öz sualına cavab versə, yazın feilin sualına cavab versə. Olacaq nə? Bu zaman şəkilçisi. Axı bunun bir qolu feil, bir qolu sifətdir. Bu formada yadda saxlayırıq. Elə həmin bu ası, malı da həm vacib şəklinin şəkilçisidir, həm də bizim vacib və lazım şəklinin, həm də feili sifətin şəkilçisidir. Eyni qayda buna da aiddir. Bunlar nə zaman ki, necə sualına cavab verəcəklər, olacaqlar feili sifət. Nə zaman ki, cavab verməyəcəklər, yəni feilin özünün sualına cavab verəcəklər, o zaman feil götürəcəyik. Məsələn, hər dəfəsində, bəlkə də əvvəlki dərslərdə də buna toxunmuşam. Məsələn, deyirəm ki, oxumalıyam. Deyirəm ki, oxumalı kitab. Məsələn, deyirəm ki, necə kitab? Oxumalı kitab. Deməli, feili sifətdir. Oxumalıyam, yenə hər ikisində malı var. Nə etməliyəm? Artıq feilin sualıdır. Deməli, bu nədir? Artıq vacib şəkildir. Və yaxud da ki, yazılası sənət, yaxud sənət yazılasıdır. Ən asan versiya. Yazılası sənət. Necə sənət? Yazılası sənət feili sifət. Sənət yazılasıdır. Nə edəsidir? Etmək feilidir. Deməli, feilin lazım şəkili. Daha sonra bunlar da onun kimi ası, malı, acaqmış. Bunlar da oxşar şəkilçilərimizi belə fərqləndirəcək. Bizim əsas qarşılaşacağımız məqam feili sifət və feildən düzələn sifət. Yəni, biz feillərə, məsələn, adlara məxsus şəkilçiləri artırırdıq. Deyirdik ki, məsələn, sifətdən feil düzəltdik, feildən sifət düzəltdik və s. İndi bu da bunun kimidir. Biri var bizim feili sifətimiz. Feili sifət tamam başqa bir şeydir. Feilin təsriflənməyən formasının bir növüdür. Amma feildən düzələn sifət, bu tamam başqa bir mövzudur. Necə? Yəni, bu feildən düzələn sifət feilin üstünə şəkilçi artırmaqla düzəldir. Bu da xüsusən ən şəkilçisində ortaq təşkil edir. Necə fərqləndirir? Əgər bu feili sifətdirsə, bu şəkilçi qrammatik şəkilçidir. Əgər bu şəkilçi, bunun sonunda deyəcəm, yəni feili sifətdirsə, həm də tərkib yarada biləcək, tərkib. Amma bu əgər feildən düzələn sifətdirsə, düzəltmə şəkilçilər, həmişə düzəltmə sözləri yaradan şəkilçilər leksik olur. Bunu bu formada yadda saxlayır. Amma əsas məsələ bunların oxşar cəhətidir. Hər ikisi isimə aid ola bilər, hər ikisi əlamət də bildirir, eyni suala da cavab verir. Çünki ikisində də necə, ikisində sifət anlayışı var. Bəs biz bunları necə fərqləndirək? Əgər feili sifət feilin bir bölməsidir deyə, bundan qabaq mamə inkar şəkilçisi artırsaq, deməli bu feil imiş. Feil qəbul edir də inkar şəkilçisini, özünün formasını. Amma feildən düzələn sifət olsa, sifət niyə feilin şəkilçisini qəbul eləsin ki? Yəni, sifət ismin xüsusiyyətini daşıya bilir. Məsələn, digər nitqsələr ismin xüsusiyyətini daşıya bilir. Amma biz durub indi sifətə feilin şəkilçisini necə artıraq?
Bu da qrammatik şəkilçisini, mame incə şəkilçisini. Bu olacaq bir şey deyil. Ona görə də bu mame şəkilçisini qəbul etmir. Bu necə çıxır qarşımıza? Məsələn, yazır ki, küsən qız, bir də yazır küsəyən qız. Baxır uşaqlar an. Bu əni görən kimi avtomatik götürülür feili sifət. Yanlışdır. Birinci bu sözü inkara sal. Gör olur. Küsən qız, küsməyən qız. Aha, avtomatik olaraq məna düzəldi. İndi küsəyən qız, küsəməyən qız bu biraz avtomatik mənanı pozur. Bu bayaqdan deyirdi ki, yəni qız küsüb da, küsəyən qız. İndi küsəməyən qız bu avtomatik olaraq məna pozulur. Bax biz buna deyirik feildən düzələn sifət. Amma yox, əgər incə şəkilçisini qəbul etsə, biz bunu deyəcəyik feili sifət. Feili sifətdən də bu qədər. Əsas şəkilçilərin fərqləndirilməyidir. Bunu da bu formada fərqləndiririk. Keçirik feili bağlamaya. Feili bağlamaya keçmədən burada bayaq demişdim, yatmışları oyatmayın. Yəni yadınızda saxlayın ki, feili sifət isimləşə bilər. Bu ola bilər. Siz görmüsünüz burada larları necə ola bilər? Ola bilər. Feili sifət isimləşə bilir. İsim xüsusiyyətlərini daşıya bilir. Məsdər isimlə feilin xüsusiyyətləridir. Yəni onda ismin xüsusiyyətləri var. Amma feili sifətdir. Sadəcə isimləşə bilir. Yatmışları, yəni yatmış insanları, yəni bu ismini itirib deyə, bu isimdə olanlar şəkilçisini artırıb da yatmışlar sözünə. Bunları buradan silirik. Yatmış insanları oyatmayın. Avtomatik olaraq məna bərpa olunur. Yatmış necə feili sifətdir. Özündən sonra da larlar şəkilçisi gəlibdir. Qrammatik şəkilçisi avtomatik olaraq isimləşə bilər. Və bu feili sifət isimləşsə nə olar? İsimləşsə xüsusiyyət qazanır. Məsələn, isimli sualına cavab verər, qoşma ilə işlənə bilər artıq isimləşsə. Amma əgər yox, nəyini itirər özünə məxsus? Təbii ki, suallarını itirəcək. Çünki artıq isimləşirsə, ismi sualına cavab verir. Biz demişik ki, cümlədə sözlər isimləşə bilər, amma bu o demək deyil ki, onlar isimləşdiyi nitq hissəsinin xüsusiyyətini daşıyacaqdır. Yəni onlar yenə də öz nitq hissələrində qalırlar. Sadəcə elə bir müddətlik qonşuya keçirlər. Belə bir şey yadda saxlayaq. Və təyin olmaq xüsusiyyəti. Təyin də suallar nə cür suallardır. Deməli, nə cür sualını itirir və təyini xüsusiyyətini itirir. Daha sonra biz gəlirik feili bağlamaya. Feili bağlama da ikili xüsusiyyət daşıyır. Bu da daşıyır həm zərfin xüsusiyyətlərini, həm də daşıyır feilin xüsusiyyətlərini. İndi biz bəzi suallar görəcəyik. Uşaqlar o suallarda götürürlər feili bağlama şəkilçilərini, deyirlər bu zərfdir. Bəli, feili bağlamanın məzmununda zərf anlayışı var. Feili bağlama hərəkət də olsa tərzdə bildirəcək, yerdə bildirəcək, səbəb də bildirəcək, məqsəd də bildirəcək. Amma bir şey var ki, feili bağlamanın zərfi bir-biri ilə qarışdırmaq olmaz. Feili bağlamanın feilə aid xüsusiyyətləri bayaq adını çəkdiyimiz xüsusiyyətlərdir. Bunu yuxarıda demişəm, vurğulamıram. Bəs hərəkətin tərzini bildirsən nə olacaq? Bu zaman zərfin suallarına cavab verəcək. Cümlədə zərflik olacaq. Zərflik cümlə üzvüdür, onu gələcəkdə deyəcəyik. Ümumiyyətcə belə suallar qarşınıza çıxacaq. Feili bağlama hərəkətin tərzini bildirəcək. Tərz, zaman bildirə bilər, səbəb bildirə bilər, bir də kəmiyyət bildirə bilər. Başqa o bir xüsusiyyətlərini çox da bildirə bilmir, yəni daşıya bilmir. Ən əsas bildirir, daha çox tərzini bildirir, zamanını bildirir və səbəbini bildirir. Ən çox bu xüsusiyyətləri bildirəcək. İndi keçək feili bağlamanın şəkilçilərinə. Şəkilçilərimizi yazdıq. Yenə bizə tanış şəkilçilər gələcək. Bunlardan elə biri mışdır. Mış feili sifətdə dedik var. Mış dedik keçmiş zamanda var. Mış dedik feili bağlamada var. Çaşmamaq lazımdır. Feili sifətsə sifətin sualına cavab verəcək. Feili bağlamadsa zərfin sualına cavab verəcək. Çünki zərfin mış deyə bir şəkilçisi yoxdur. Deməli bu feili bağlama olsa zərfin sualına cavab verəcək. Məsələn deyirəm ki, gecədən xeyli keçmiş o gəldi. Nə zaman gəldi? Gecədən xeyli keçmiş. Bunu yadda saxlaya bilərik. Bizim əsas toxunacağımız, baxın, konkret test suallarını deyirəm. Deməli, görəcəyik ıb şəkilçisini. Nə deyəcək bizdən? Deyəcək ki, hansında ıb feili bağlama şəkilçisidir. Ib homonim daxı. Həm keçmiş zaman şəkilçisidir, həm feili bağlama şəkilçisidir. Bəs biz bunu necə fərqləndirək? Əgər ıbı feili bağlamanın, bax bu
araq şəkilçisindən əvəz eləsəz, bu o zaman olacaq feili bağlama. Əvəz eləməsəz keçmiş zamanda. Məsələn, deyirəm ki, gəlib bizə xəbər verdi. Deyə bilərəm ki, gələrək bizə xəbər verdi. Bir də deyirəm ki, axşam evə gəlib. Axşam evə gələrək. Mən burada cümləni bitirmişəm. Axşam evə gələrək nə? Artıq cümlə bitibdir. Bu necə yenidən araqla işlənə bilər ki? Deyirəm ki, axşam gəlib bizə xəbər verəcək. Yaxud da axşam gələrək araqla əvəz edə bilirəm. Amma digərində eləyə bilmirəm. Bu variant yaddan çıxırsa, ən yaxşı variantlardan biri dır artırmaqdır. Nəqli keçmiş zaman dır qəbul edir, amma feili bağlama yeganə həmin bu qissələrdən biridir ki, cümlədə heç vaxt xəbər ola bilmir. Xəbərli şəkilçisi də dır şəkilçisidir. Yəni onların içərisində var. Məsələn, deyə bilərəm ki, axşam evə gəlibdir. Deməli, bu avtomatik olaraq zaman şəkilçisiymiş. Yəni, feili bağlama dır qəbul edə bilmir. Amma bəzən elə cümlələr verir ki, avtomatik onu fərqləndirə bilmirsən. Çətinlik çəkirsən. Ona görə də ən yaxşı variantlardan biri nədir? Ib şəkilçisini araq şəkilçisindən əvəz eləməkdir. Yəni, bu variantı mütləq yadda saxlamaq lazımdır. Daha sonra necə sual tiplərindən qarşılaşacağıq, onu mən sizə deyim. AE şəkilçisindən qarşılaşacağıq. Ən əsas suallardan biri. Deməli, AE şəkilçisi A ilə düzələn, daha doğrusu zərflər də var, feili bağlamalar da var. Uşaqlar da deyir, müəllim, biz bunu necə fərqləndiririk? Baxın, test sualınızın çoxusu ıb-dır, araqdır. Daha doğrusu AE-dir. Necə fərqləndirəcəksiniz? Baxın, deyirəm ki, tikə-tikə doğranmış ət. Bir də deyirəm ki, və bir də AE sifət də ola bilər. İndi onu da izah edəcəm. Əsas məsələni deyəcəm sizə. Məsələn, bir də deyirəm ki, dönə-dönə dedim. Bir də deyirəm ki, maşın dönə-dönə, yəni küçələri dönə-dönə bizə gəldi. Baxın, bax bu AE, dönə-dönə, tikə-tikə, qaça-qaça, baxa-baxa, vura-vura. Bu qədər çoxlu feillər var. Əgər bu feilləri araqla əvəz edəsəz, olacaq nə? Feili bağlama. Çünki araq feili bağlamadır. Maşın dönərək bizə gəldi. Sadəcə birini işlədəcəksiniz. Dönərək yox. Maşın dönərək bizə gəldi. Avtomatik olaraq bu dönərək feili bağlamadır. Amma desəm ki, dönə-dönə dedim, dönərək dedim. Mən kiməsə sözü yerimdə fırlanaraq demirəm axı dönə-dönə. Dönə-dönə o mənadadır ki, bir neçə dəfə ona o sözü demişəm də, o mənadadır. Deməli, bunu dönə-dönəni araqla avtomatik əvəz edə bilmirik. Yəni, cümlələrin içərisində çox gözəl görəcəksiniz ki, fərq necə olur. Məsələn, tikə-tikə doğradı. Necə doğradı? Doğranmış, tikə-tikə doğranmış ət. Məsələn, tikərək doğranmış ət ola bilməz axı. Tikə-tikə onun əlamətidir. Yəni, nə formadadır? Onun formasıdır tikə-tikə. Bir də deyirəm ki, dərzi paltarı tikə-tikə mənlə danışırdı. Görürsünüz, tikərək mənlə danışırdı. Yəni, əsas məsələ bilirsiniz nədən ibarətdir? Feili bağlamadırsa o hərəkət olmalıdır. Tikə-tikə mənlə danışırdı. Yəni, əlində iş görür, hərəkət edir. Amma dönə-dönə dediyimdə həmin insan yerində dönmür. Amma maşın dönə-dönə gəlir. Yəni, orada hərəkət olmalıdır. Ən əsası nədir? Yəni, bu araq-maraq yadınızdan çıxsa, əgər, bax, bu dönə-dönə sözü dediyin an hərəkəti yerinə yetirirsə, deməli, o feili bağlamadır. Axı, feili bağlamanın məzmununda həm feilində xüsusiyyəti var, hərəkət xüsusiyyəti var. Amma deyirəm ki, tikə-tikə doğranmış ət. Orada nəyisə tikmir. Ətin forması o da tikə-tikə doğranıb. Və yaxud da dönə-dönə dedim. Mən yerimdə fırlanaraq demirəm eyni sözü insanlara. Görürsünüz, hərəkət eləmirəm. Döngələri dönə-dönə demirəm. Sadəcə deyirəm ki, dönə-dönə dedim ki, belə olmalıdır. Yəni, burada hərəkət yoxdur. Dönərək deyiriksə, bu zaman olacaq feili bağlama. Amma normal halda adicə zərfdir. Çünki zərf də tərz bildirə bilər də. Yəni, mən dediyim tərz dönə-dönə demişəm, o ola bilər. Yəni, budur. Sonra ən fəal, ən əsas məqam bunlardır. Yəni, dediyim kimi, ən incə məqam, belə deyim ki, ıb-dır, a-ədir, bunlardır. Mış o qədər fərqləndirmək üçün bir şey vermir. Yəni, əsas bunları fərqləndirmək lazımdır. Sonra burada armaz şəkilçisi var.
bir qismini yazmamışdım. Bu mütləq ki, eyni sözə artırılmalıdır. Bax, bu da yaxşı məqamlardan biridir. Məsələn, deyirəm ki, gələr, gəlməz. Hər ikisi gəlmək feilidir. Gələr, gəlməz. Baxar, baxmaz. Amma bəzən sözlər verəcəklər testlərdə. Biri bu söz olacaq, biri başqa söz olacaq. Bu zaman siz onu feili bağlama şəkilçisi götürməyəcəksiniz. Feili bağlama şəkilçisi odur ki, o eyni sözdən neynəsin? Təkrarından yaransın. Yəni bu eyni söz artırılsın. Bu şəkilçidə sizin diqqətinizi çəkəcək. Və digər məqamlardan biri feili bağlamanın aktiv şəkilçiləri var. Dıqcadır, dıqdadır, arkəndir, dıqdadır, andadır. Yəni deyirsiniz ki, bunu necə fərqləndirək? Fərqləndirmək yoxdur. Sadəcə feili bağlamanın şəkilçiləridir. Sadəcə olaraq əzbərləmək lazımdır. 6-7 dəfə oxuduqca yadımızda qalır. Dıqca, ınca, arkən, dıqda. Yəni belə şəkilçilər sadəcə feili bağlamada var. Bu cür uzun şəkilçilər. Amma hər birini əzbər bilmək lazımdır. Çünki gələcək dərslərimizdə çox-çox istifadə edəcəyik. İstər feili xəbərdə, istər feili birləşmə tərkiblərində, istər cümlənin növlərində. Təhlildə çox istifadə olunacaq. Yəni əsas məqamlardan biridir. Tərkibləri haqqında da gələn dərs daha ətraflı şəkildə danışacağıq. Ümid edirəm ki, hər şey aydın oldu. Biraz da test izahına baxaq. Deyir ki, həm mənsubiyyətə görə, həm də mənsubiyyət, həm hal şəkilçisi qəbul etmiş məstər. Ora getməkdən yoruldum. Maqmək bilir ki, məstər şəkilçisidir. Birdən dandan var, hal var, bu çıxdı. İşləməyindən belə görünür. Onun işləməyi mənsubiyyət, işləməyindən çıxışlı haldır. Biri 2-dir. Belə gözəl yazmağı, burada təkcə mənsubiyyət şəkilçisi var. Oxumağı, onun oxumağı, oxumağına yönlü hal şəkilçisidir. 2-ci və 4-cü testlərdə var. Daha sonra baxaq feili sifətə. Məsələn, bayaq dediyim kimi gələcək zaman məzmununu feili sifətləri bizdən istəyir. Ona görə zaman məzmunlarını mütləq öyrənmək lazımdır. Burada da acaq, malı, ası olanı tapmalıyıq. Amma o halda ki, onlar necə sualına cavab versin. Məsələn, random birinə baxaq. Deyiləsi söz, necə söz? Aha, asımız var. Oxuduğum yuduğum dəsmal daha doğrusu. Bayaq dedik ki, dığım hansı məzmundadır? Keçmiş zaman məzmundadır. Ona görə bunu götürmürük. Məsələn, alınası məktub, necə məktub? Aha, həm də ası var. Baxılacaq məsələ, acaq gələcək zaman deyilməli. Necə? Yeyilməli meyvə necə? Həm necə sualına cavab verir, həm də gələcək zaman məzmunu asıdır, acaqdır, malıdır. Üçü də var burada. Sonra yenə bizdən feili sifətlərdən ibarət cərgəni istəyir. Yəni şəkilçilərini tapacağıq burada da. Elə çətin məqam yoxdur. Bu suallar ümumiyyətlə yazılmasın. Tamamlıq vəzifəsi, xəbər və s. Mübtədə vəzifəsində də bunlara ehtiyac yoxdur. Onsuz çox sual keçmədiyimiz olacaq bunun içərisində. Təkrarda baxarıq. Daha sonra gəlir feili bağlama. Feili bağlamada dediyim mənalar nədir? Məsələn, sizə deyəcək ki, hansılar tərz məzmunu bildirir feili bağlamalar. Sual qarşıma çıxsa deyəcəm. Məsələn, burada baxılanda anda feili bağlamanın şəkilçisidir. Məsələn, ıb feili bağlama şəkilçisi. Deməli, araqla əvəz eləyəcək. Çəkicisi deyil deyir. Həyatın çətinliklərinə dözüb, nəyəsə nail olduqda özünü çox xoşbəxt sanırsan. Həyatın çətinliklərinə dözərək, nəyəsə nail olanda özünü xoşbəxt sanırsan, uyğundur. Feili bağlamadır. Bu dağlardan mərd də keçib, nabərd də. Bu dağlardan mərd də keçərək, namərd də. Məna pozuldu avtomatik olaraq. Qardaşım ali məktəbi bitirib əsgərliyə getdi. Ali məktəbi bitirərək feili bağlamadır. Dönüb geri baxanda dönərək feili bağlamadır. Nahardan sonra uzanıb, uzanaraq, bu da feili bağlamadır. Yəni sadəcə araqla əvəz eləyəcək. Daha sonra feili bağlamadan asan suallardır. Keçmədiklərimiz yazılmayacaq. Elə bir çətin bir sual yoxdur. Dediyim kimi bir dənə o təkrarlanan sözlərə baxaq. Baxın, görürsünüz. Gülə-gülə, üzə-üzə. Bu tipli sözlər. Məsələn, qoşa-qoşa, oynaya-oynaya, baxa-baxa, qoşa-qoşa, dama-dama. Az onsuz da bu suallar deyib tapmaq istəmirəm. Əgər bu hansınsa araqla əvəz eləsəz və yaxud da yadınızdan çıxırsa ki, əgər o söz həmin anda hərəkəti o söz daşıyırsa, biz ona deyəcəyik feili bağlama. Çətin bir məqam yoxdur. Bu da ümumi suallardır. Elə bu qədər bəsdir.